Heydər Əliyev Beynəlxalq Aeroportu ilə Bakının əsas məntəqələri arasında xüsusi VUF 13 şatıl avtobusları hərəkət edəcək. 6 fərqli marşrut xətti fəaliyyətə başlayacaq. Ətraflı əməkdaşımız Ayşən Cümşüdova məlumat verir. May ayının 17-sindən 22-sinə kimi Bakı şəhərində Ümumdünya Şəhər Salma Forumu VUF 13 keçiriləcək. Bununla bağlı artıq hazırlıq işləri demək olar ki, yekunlaşıb. Həmin işlərdən biri isə iştirakçıların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün nəqliyyat vasitələrlə təmin edilməsidir. Gördüyünüz kimi hava limanından Bakının 6 istiqamətində şatıl avtobuslar fəaliyyətə başlayır bugündən etibarən. Bu 6 istiqamətlər isə 28 May stansiyası, Nərimanov stansiyası, İzmir küçəsi, Şıx ərazisi, İçərişəhər stansiyası və Sibriz ərazilərini əhatə edir və xüsusilə bildirək ki, mayın 15-dən etibarən Nərimanov marşrutu üzrə hərəkət edən bu şatıl avtobus həm də forumun birbaşa keçiriləcəyi məkana da əlaqəni təmin edəcək. Şatıllar rəsmi nəqliyyat cədvəlinə uyğun olaraq qeydiyyatdan keçmiş iştirakçılar üçün 24 saat fəaliyyət göstərəcək və ödənişsiz fəaliyyət göstərir bu avtobuslar. Eyni zamanda bildirək ki, qeydiyyatdan keçmiş şəxslər həmin kartlarını göstərməklə bu avtobuslardan rahat istifadə edə biləcəklər və onlar əgər qeydiyyat kartlarını almayıblarsa, onlayn şəkildə təsdiqini təqdim etməklə də bu xidmətdən yararlana bilərlər. Və bildirək ki, VUF mayın 17-sindən 22-sinə kimi keçiriləcək Bakı şəhərində və Forum Azərbaycanın BMT-nin məskunlaşma proqramı ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur.